Deməli yoldaşlar, bu isə Study Abroad-la bağlı, yəni xarici təhsillə bağlı bəzi terminlər qeyd olunub. Bu A2 səviyyəsində olan terminlərdir. Bu son iki mövzunu görürsüz də belə Office Language, Study Abroad, biraz daha belə qrammatika kənarda qalmış terminlərə yönəlmiş sözlərdir. Niyə? Çünki B1 səviyyəsinə keçəcəyik biz növbəti artıq dərsdə və B1 səviyyəsini elə bir səviyyədir ki, onu bitirdikdən sonra siz rahat-rahat gedib xaricdə hansısa bir fənni oxuya bilərsiniz. Yəni hansısa dərsdə müəllimin dediyinə durub cavab verə bilərsiniz. Müəllimin dediyini müəllim hansısa bir dərsi izah eləyər və siz onu başa düşərsiniz. Müəllimə sual verib cavabınızı ala bilərsiniz. O dərs haqqında öz fikirlərinizi durub danışa bilərsiniz. Bax, B1 elə bir səviyyədir. Və yaxud da iş mühitində rahat-rahat bir belə deyək də iclasda bir sual verib, bir fikrinizi deyə bilərsiniz. Bax, B1 elə bir səviyyədir. Cümlələrimiz mürəkkəbləşəcək, əlavə zamanlar öyrənmiş olacağıq. Özünüz görəcəksiniz ki, artıq ingiliscə öyrənməyiniz ciddiləşir. Bu terminləri də öyrənin, təkrarlayın, cümlələri, daha sonra sözləri, daha sonra imtahanını yaxşı-yaxşı verin. Çünki artıq siz bu səviyyəni də bitirmiş olursunuz. A2 səviyyəsini bitirirsiniz. Siz artıq 3 səviyyəni geridə qoymusunuz. Yerdə qalır sadəcə 3 səviyyə ki, C1 səviyyəsinə çatasınız. Amma qeyd etdiyim kimi, B1 səviyyəsini bitirəndən sonra da yenə də artıq belə deyək də rahat şəkildə, səlis formada, biraz mürəkkəb cümlələrlə danışmış ola biləcəksiniz. Biraz tövsiyələr vermək istəyirəm. Əgər Netflix hesabınız varsa, yaxşı olar ki, alasınız, yoxdursa, varsa girəsiz, baxasınız, kinolar tapasınız özünüzə. Artıq çünki B1 səviyyəsində yavaş-yavaş başa düşəcəksiniz, bildiyiniz ifadələr olacaq. Sizdən əlavə bir xahişim var, əgər bura qədər gəlib çatmısınızsa və əgər həqiqətən özünüzdə ciddi bir inkişaf görürsünüzsə, mənlə hər hansı bir formada türklər demiş iletişimə keçin və mənə deyin ki, bax, mən sizin dərsləri almışam, dərsləri öyrənmişəm. Bu mənim üçün əmin olun həddən ziyadə məmnun edici bir xəbər olmuş olacaq. Yəni, o insanları görmək, tanımaq, bilmək ki, onlar kimlərdir, mənim üçün çox möhtəşəm hisslərdir. Çünki hər dəfə öz tələbələrimdə də o inkişafı görəndə hər zaman özümlə də qürur duyuram, tələbə ilə də qürur duyuram. Yəni, məni bu sevindirir, öyrətməyi sevirəm. Ona görə xahiş edirəm, əgər sizə faydalı olursa, ya da necə daha yaxşı videolar ola bilər, nələr olsa proqramda daha çox bəyənərsiniz. Bax, bu feedbacklərinizi verməyi unutmayın. Mən Instagramdan Aslan yazsaz yəqin ki, rahat-rahat tapa bilərsiniz. Ya da ki, yuxarıda gördüyünüz bir bölmə var. Müraciət bölməsi. Buradan müraciət eləsəz də yəqin ki, əməkdaşlar onu mənə çatdıracaqlar. Hər birinizi çox sevirəm. Çox sağ olun ki, birlikdə öyrənirik. Dediyim kimi, mütləq şəkildə feedbacklərinizi verməyi unutmayın. Artıq ciddi bir səviyyə keçirik. Özünüzə yaxşı baxın. Sizi sevirəm. Hələlik görüşənədək.